Apple şirkətinin Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump'ın tətbiq etdiyi yeni ticarət tarifləri səbəbilə cari rübdə xərclərinin $900 milyon artacağı gözlənilir. Bu barədə şirkətin baş direktoru Tim Cook gəlir hesabatı ilə bağlı konfransda məlumat verib. Bildirib ki, artıq iPhone istehsalının Çindən Hindistana köçürülməsinə başlanılıb. Eyni zamanda ABŞ-də satılan iPad, Mac, Apple Watch və AirPods modellərinin əsas istehsal yeri Vyetnam olacaq. Çin isə ABŞ-dən kənar bazarlara yönələn satışlar üçün əsas istehsal məkanı olaraq qalacaq. Xatırladaq ki, 2025-ci ilin aprelində Trump Çin mallarına 145%lik tarif tətbiq edib və yaxın həftələrdə elektronika məhsulları üçün ayrıca tariflərin qüvvəyə minəcəyi gözlənilir. Bu qərarlar Apple istehsalının 90%-dən çoxunun Çində həyata keçirilməsi fonunda şirkət üçün ciddi problemlər yaradıb.